Güneş olsun əziz dostlar. 28 may metro stansiyasında Azərbaycan dövlətçilik tarixində Milli Fədalı Hərəkatının ən uğurlu aksiyası baş verdi. Əslində biz bu aksiyanı gözlənilməz bir şəkildə həyata keçirdik və xalqımızın böyük bir hissəsi bu aksiyaya böyük dəstək bildirdi. Və bizim vətəndaşlarımıza təşəkkür edirəm. Əslində 20 yanvardan sonra, 44 günlük müharibədən sonra və Azala məxsus təyyarəmiz vurulandan sonra ilk dəfə idi ki, mən anti-Rusiya əfarüyəsini xalqımızda, vətəndaşlarımızda gördüm. Biz 28 maya işlə əlaqədar təbii ki, dəmir yol vağzalı tərəfdə, hətta Rus Pravoslav kilsəsinə yaxın ərazidə, oradan kilsədən Rus vətəndaşları gəlirdilər. Və mən etiraz elədim. Mən soruşdum ki, niyə Azərbaycan ilə danışmırsınız və belə təhqiramiz ifadələrlə prezidentimizi, cənab prezidentimizi təhqir edərək cavab verdilər və mən sonradan xəbər tutdum ki, bu Rusiya mətbuatında da Azərbaycan prezidentinə qarşı son günlər Zəngəzur dəhlizi ilə bağlı və son günlər Azərbaycanın miqrantlarına qarşı edilən terror aktlarına Azərbaycan mətbuatının etiraz eləməsi fonunda belə bir hadisə baş verdi və mən kəskin etiraz elədim. Və vətəndaşlarımızın böyük bir hissəsi mənə bu dəstəyi bildirdi. Mən buradan hər bir Azərbaycan Respublikasının vətəndaşlarına təşəkkür edirəm. İlk dəfə idi ki, mən polis əməkdaşlarının bir vətəndaşın hüquqlarını qoruduğunu gördüm və çox qürurlandım. Lakin mülki geyimli polislər çox mədəni şəkildə polis şöbəsini apardılar və təhqir eləyən vətəndaşın övladı gəldi polis bölməsinə, 22-ci polis bölməsinə və biz izahatda hər bir şeyi izahatla yazdıq. Hətta həmin oğlun bundan əvvəl də yol hərəkəti qaydasını, 17 avqustda yol hərəkəti qaydalarını pozduğunu izahatımızda yazdıq. Azərbaycan Respublikasının Konstitusiyasının 20-ci maddəsini kobud şəkildə pozduğunu yazdıq. Nəticədə şanlı polisimiz bizim hüquqlarımızı qorudu. Və biz saat 11-ə qədər polis bölməsində, 22-ci polis bölməsində olduq və konstitusiyon hüquqlarımız qorunub saxlandı. Və mən buradan 22-ci polis bölməsinin rəislərinə bizə edilən, təbii ki, polis forması ilə polislərimizə təşəkkür edirəm. Mülki geyimli polislərə də təşəkkür edirəm. Hörmətli nazirimiz Vilayət Eyvazov cənablarına təşəkkür edirəm. Doğrudan da mən dövlətimizin reaksiyasına, polisimizin reaksiyasına görə təşəkkür edirəm. Və biz təbii ki, bu məsələyə, sosial medianın, TikTokun məsələyə, hətta bizim polislərimiz məsələyə çox diqqət çəkdiyini və Milli Fədalı Hərəkatının vətənpərvərliyini və dövlətə bağlılığını, hətta bizim son günlər statuslarımızda Daxili İşlər Nazirliyimizin xüsusilə Xəzər rayonunun ərazisində Fars Molla rejiminə xidmət edən Xomeynilərin, Şiə imamlarının ehsan mərasimində bu xuliqan hərəkətlərə yol verməsi, Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq başqa bir ölkənin, yadillilərin, xüsusilə Azərbaycan türklərini əsrlər boyu qətliam etmiş, soyqırım etmiş, işğal etmiş farsların, Sasanilərin, Əhəmənilərin və Pəhləvilərin, Xomeyni rejiminin Güney Azərbaycan türklərinə qarşı qətliamına səssiz qalan, biganə yanaşan və onlara qulluq eləyən bəzi Azərbaycandakı dindarlar ehsan adı ilə Azərbaycanda təxribata əl atdılar. Və bundan əlavə Bakının mərkəzində ərəb turistləri Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olan 1-ci Qarabağ müharibəsinin şəhidlərinə edilən qeyri-etik hərəkətlərə görə barələrində 3 aylıq 3 turist həbs qəti imkan tədbiri seçildi. Və biz bu barədə Daxili İşlər Nazirliyimizin Zəngəzur dəhlizi ilə bağlı Rusiya və İranın
bizi əsarətdə saxlamaq, müstəqilliyimizə son qoymaq, ərazi bütövlüyünə hörmətsiz bir münasibət göz qabağındadır. Və bilirik ki, Zəngəzur dəhlizi hal-hazırda iki ölkənin, Amerika Birləşmiş Ştatları və Türkiyə Cümhuriyyətinin tam nəzarəti altındadır. Bilirsiniz ki, Zəngəzur dəhlizində xeyli sayda türk şirkətləri, belə deyək, Türkiyə Cümhuriyyətinin prezidentinin yaxın ailəsi oraya investisiyalar qoyub. Bundan əlavə bilirsiniz ki, Qərbi Zəngəzur bölgəsində də Amerika şirkətləri hal-hazırda investisiyalar qoyur. ExxonMobil şirkəti başda olmaqla və bu sonuncu Vaşinqton görüşündə Amerika Birləşmiş Ştatlarının prezidenti və cənab prezidentimiz İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla keçirilən görüşdə sülh sazişi 17 maddəlik sülh sazişi imzalandı və bundan əlavə xüsusi qeyd edim ki, bu aksiyamız Zəngəzur dəhlizinə bizim Rusiyanın və İranın bizə qarşı törətdiyi təxribatların adekvat cavabı idi və biz polis bölməsində Azərbaycan dilində danışan, Azərbaycan dilini sevən, cənab prezidentimizi sevən və ulu öndərimiz Heydər Əliyevin hər zaman vurğuladığı kimi Azərbaycanlıyam, fəxr edirəm Azərbaycanlıyam və Azərbaycan dili çox şirin dildir sözləri bizim gözümüzün qabağına gəlir. Və əlbəttə mən hesab edirəm ki, hər bir vətəndaşımız polisə güvənməlidir. Hüquqlarını bilirsə, hüquqlarını qorumağı bacarırsa, əlbəttə polislərimizə güvənməlidir. Polislərdən qorxmaq lazım deyil. Son günlər bizim polislərimiz antiterror əməliyyatında şəhid oldular. Xocavənd şəhərində şəhid oldular. Bizim 1-ci Qarabağ müharibəsində bizim Daxili İşlər Nazirimiz şəhid olub. Bilirsiniz ki, 1-ci Qarabağ müharibəsində iştirak edən 3 nazirimiz olub. İstər Ramil Yusubov, istər İskəndər Həmidov, istərsə də hörmətli nazirimiz Vilayət Eyvazov. Sözsüz ki, bizim nazirlərimizin böyük bir hissəsinin Qarabağ döyüşlərində iştirak eləməsi və antiterror əməliyyatında fəal iştirak etməsi bizi qürurlandırır. Və bunu cənab prezidentimiz Gədəbəydə baş verən, Söğütdə baş verən hadisəyə adekvat cavabında da bunu xüsusi qeyd eləmişdi ki, polislərimiz cəzalandırılmayacaq. Əlbəttə, mən bu məsələdə Daxili İşlər Nazirimizi, hörmətli Vilayət Eyvazov cənablarına təşəkkür edirəm. Baxmayaraq ki, Xəzər rayon polis bölməsi, polis şöbəsi, daha doğrusu Sabunçu rayon polis bölməsi bir müğənninin, bayağı bir müğənninin bizim polis orqanlarımıza qarşı edilən iftiralar, böhtanlar və hər hansı bir dələduzluq hallarını, vətəndaşlarımıza qarşı edilən dələduzluq hallarını polis orqanlarımız aşkarlayıblar. Çünki müğənnilərin böyük bir qanararı toylardadır və toylarda qazanılan gəlirlərdə dələduzluq etməsi və küllü miqdarda qanalar alması və çox qəribədir ki, həyat yoldaşının Rus vətəndaşı olması 5-ci kolonun və Rusiyanın xüsusi xidmət orqanlarının bağlılığını bir daha sübut edir. Biz səmimi olaraq bunu deyim ki, yəni nazirlikdə, hər bir polis bölməsində bizə qarşı heç bir xuliqan davranış göstərilməyib və kimlərsə xarici ölkələrdə, xüsusilə Rusiyada, İranda görə bilər. Çünki biz son günlər İranın polislərinin Azərbaycana, Güney Azərbaycanlı soydaşlarımıza qarşı edam hökmlərinin çıxarması, eləcə də Yekaterinburqda və Voronejdə, Moskvada bizim soydaşlarımıza qarşı edilən vəhşilikləri görəndən sonra həqiqətən düşünürəm ki, Azərbaycan polisi çox humanistdir. Və mən hesab edirəm ki, Rusiya-İrana qarşı polislərimizin apardığı mübarizə hər şeyi göstərir, hər şey olduğu kimi göstərir. Və mən böyük ehtimalla düşünürəm ki, bizim Rus dilli manqurtlara qarşı mübarizəmiz bundan sonra da davam edəcək.
və biz dövlətimizdən, ordumuzdan o qədər razıyıq ki, hesab edirəm ki, hər bir vicdanlı vətəndaş da bu cür davranmalıdır. Yer gəlmişkən mən bizim hörmətli İngiltərədə yaşayan soydaşımız, hüquq müdafiəçisi, hüquqşünas və jurnalistika ilə məşğul olan Azər Freedom telekanalının, internet telekanalının baş redaktoru hörmətli Qurban Məmmədovun İsveçdə yayınlanan ABA mediaya müsahibəsini izlədim. Və o qeyd elədi ki, biz baş prokurorumuzun hörmətli Kamran Əliyev cənablarından xahiş edirik ki, virtual olaraq məhkəmə iclasları keçirilsin və məhkəmə iclasında həm də bizim vəkillə təmin olunsun. Mən bunu çox yüksək qiymətləndirirəm. Doğrudan da peşəkar bir hüquqşünasın, savadlı bir jurnalistin deyəcəyi bir sözdür. Çox təəssüf ki, Azərbaycanda bir çox telekanallar baş prokurorumuzun bəyanatını oxuyurlar, amma baş prokurorumuz yaxşı olardı ki, bu barədə məlumat versin və bəyanat versin, xalqa müraciət eləsin ki, nəyə görə belə bir cinayət işi açılıb. Çünki bu məsələ Dövlət Təhlükəsizlik Xidmətinin və Interpolun səlahiyyətində olan bir məsələdir. Çünki baş prokurorluq məhkəmə hökmlərinin istintaqının aparılmasında iştirak edir və konkret olaraq məhkəmə qərarı çıxarılandan sonra baş prokurorluq hər hansı bir cinayət işinin açılması ilə bağlı qərar verə bilər. Halbuki burada şikayətçi tərəf dövlət ola bilməz. Şikayətçi tərəf vətəndaş ola bilər və bu gün Qurban Məmmədova şikayət eləyən, narazı qalan hansı bir vətəndaş yoxdur. Çünki o ölkə xaricindədir və ümumiyyətlə Qurban Məmmədovun Azərbaycana heç bir aidiyyəti yoxdur. Hal-hazırda Azərbaycan vətəndaşı deyil. Azərbaycanda xaricdə yaşayan bloqerlərin heç bir Azərbaycan vətəndaşı deyil. Azərbaycan vətəndaşlığından çıxıblar. İstər Məhəmməd Mirzəli, istər Tural Sadıqlı, istərsə də Qənimət Zahid, istərsə də Qurban Məmmədov, Manaf Cəlilzadə, Sevinc Osman qızı və digər Orxan Ağayev və yaxud da Süleyman Süleymanlı, Orduxan Teymurxan. Bunlar Azərbaycan vətəndaşlığından çıxıblar və Azərbaycan vətəndaşlığına imtina ediblər və hal-hazırda onların Azərbaycan dövləti ilə heç bir əlaqəsi yoxdur. Və ona görə də baş prokurorluq bu qərarı yaxşı olardı ki, Dövlət Təhlükəsizlik Xidməti ilə məsləhətləşsin. Çünki bu məxfi orqan hansı bir ölkənin, belə deyək, xarici xüsusi xidmət orqanlarına xidmət edirsə və o maraqlı olur ki, adətən öz ölkəsinə qarşı, yəni öz vətəninə qarşı hər hansı bir dövlət çevrilişi, hər hansı bir hərbi çevriliş cəhd edə bilər. Məsələn, bunun ən uğurlu nümunəsi İrandır, Rusiyadır. Çünki Vladimir Lenin və Xomeyni ölkə xaricində idi və ölkə xaricində ölkə vətəndaşlığı olmayan şəraitdə bu qiyamı, bu inqilabı gerçəkləşdirmişdi. Ona görə də mən düşünürəm ki, baş prokurorluq ümumiyyətlə məsələni Dövlət Təhlükəsizlik Xidmətinin və Interpolun səlahiyyətinə verməlidir. Çünki Interpol daha çox xaricdə cinayətkarlara qarşı, terrorçulara qarşı bir axtarış aparır. Digər tərəfdən bilirsiniz ki, Dövlət Təhlükəsizlik Xidməti də xarici kəşfiyyata qarşı, xarici ölkələrin xüsusi xidmət orqanlarına qarşı mübarizə aparır. Və əgər bir halda ki, bir vətəndaş öz ölkəsinin vətəndaşlığından çıxırsa, bu məsələ Dövlət Təhlükəsizlik Xidmətinin səlahiyyətində olan məsələdir. Digər tərəfdən Daxili İşlər Nazirliyi də ölkə daxilində baş verən hüquqsuzluğa qarşı və antikonstitusion çağırışlara qarşı tədbir görə bilər. Yəni, onların barəsində hər hansı bir xüsusi əməliyyat keçirib, onlar barəsində belə deyək, cinayətin qarşısını alınmasında güc strukturu kimi və hüquq-mühafizə orqanı kimi çıxış edə bilər. Bu konstitusiya haqqında formalaşan, müəyyənləşdirilən və polis haqqında qanundan ümumi tələb edir. Ona görə də mən düşünürəm ki, hər bir vicdanlı vətəndaş polisə güvənməlidir və polisə güvənməkdən çəkinməməlidir. Mən sözsüz ki,
bir halda ki, mülki geyimli polislər bizi dəvət elədilər. Biz bu dəvəti hörmətlə yanaşdıq və düşündük ki, yəqin bizim hüquqlarımız qorunacaq və bu hüquqlarımızın qorunmasının istiqamətində addımlar atılacaq. Yəni bizə qarşı hər hansı bir şikayətçi tərəf yox idi. Əksinə biz bu məsələnin hüquqi həllinə nail olduq və bildirdik ki, biz Azərbaycanda qeyri-qanuni olaraq rus dilində danışan Azərbaycan Respublikasının konstitusiyasına, dövlət atributlarına xuliqan münasibət göstərən rus dillilər var və bunlar cəzalanmalıdırlar və bunlar barəsində cinayət işləri açılmalıdır. Necə ki, Azərbaycanın xaricində Rusiyada bir çox cinayətkar şəbəkə var ki, Azərbaycanlı olmasına baxmayaraq özlərini diaspora nümayəndəsi kimi təqdim edirlər və onlar məlum olub ki, kriminal dəstələrə, Lövşən Lənkəranski və Lotu Quliyə bağlıdırlar. Təbii ki, o adları Rusiyanın belə deyək, cinayət axtarış şöbəsi tərəfindən müəyyənləşdirilir. Və mən bu adları medialarda görə bilərsiniz. Mən adlarını çəkmək fikrində deyiləm. Amma düşünürəm ki, biz Rusiyanın o əməliyyatı keçirən şəxslərin kimliklərini biz müəyyənləşdirdik. Ona görə də Milli Fədai Hərəkatı polis orqanlarında çalışan insanlar haqqında hər hansı bir axtarış və yaxud da araşdırma apara bilməz. Bu barədə rəsmi, legitim dövlət təhlükəsizlik xidməti apara bilər və dövlət təhlükəsizlik xidməti bu barədə məlumatı təbii ki, birmənalı şəkildə Ədliyyə Nazirliyinə və yaxud da deyək ki, Konstitusiya Məhkəməsindən və yaxud da hansısa bir məhkəmə instansiyasından, vəkillər kollegiyasına ala bilər. Amma mən düşünürəm ki, ən polis haqqında hər hansı bir, deyək ki, polis orqanlarımızda çalışan insanların böyük bir səsi Azərbaycanlıdır və əslən Qərbi Azərbaycanlıdırlar və orada hansı bir xarici vətəndaş mümkün deyil olsun. Çünki qeyri-qanuni mümkün deyil. Yəni bu real bir faktdır. Digər tərəfdən mən hesab edirəm ki, Dövlət Təhlükəsizlik Xidməti bu işi araşdıra bilər. Yəni Milli Fədai Hərəkatının belə bir səlahiyyəti yoxdur. Heç bir hüquqi səlahiyyəti yoxdur bu barədə araşdırsın. Amma biz sadəcə olaraq dövlət orqanları olmayan, lakin özünü dövlətə xidmət iddiasında olan, dövlətin qanunlarını, konstitusiyasını pozan qurumlarla araşdırma apara bilər. Və siyasi partiyalar hakimiyyətə gəlmək üçün, hakimiyyətə rəqib olduqları üçün bəzi hallarda dövlət orqanları ilə bağlı bir çox məxfi sayılan, dövlət sirləri sayılan informasiyaları ifşası ilə məşğul olurlar. Və yaxud da qeyri-hökumət təşkilatları. Amma Milli Fədai Hərəkatı belə bir istiqamətdə fəaliyyət göstərmir. Ona görə ki, biz dövlət qurumlarımızı, dövlət orqanlarımızı qorumaqla mükəlləfik. Bizim təşkilatımızın məqsədi Azərbaycanın dövlət müstəqilliyini qorumaq, ərazi bütövlüyünü möhkəmləndirmək və konstitusiyanın qorunmasına çalışmaqdır. Biz hansısa dövlət orqanlarını hədəfə ala bilmərik. Yəni polis orqanlarımızı hədəfə ala bilmərik və bu bizim prinsipial olaraq təşkilatımızın təməlidir. Çünki bizim təşkilatımızda xeyli sayda polis orqanlarında çalışmış və məzuniyyətə çıxmış insanlar var. Ona görə biz bunu edə bilmərik. Və bu birmənalı şəkildə xarici kəşfiyyata xidmət etmək hesab oluna bilər. Və biz bunu edə bilmərik. Ancaq biz dövlət orqanlarımıza sızan hər hansı bir casusları, kəşfiyyatçıları araşdırıb onlar barəsində Dövlət Təhlükəsizlik Xidmətinə məlumat verə bilərik. Amma hesab edirəm ki, bu məxfi xarakteri daşımalıdır. Bu mətbuata açıqlana bilməz. Çünki onlar vəzifədə olduqları üçün biz onların hədəfinə məruz qalmaq istəmirik. Necə ki, bəzi jurnalistlərimiz qaçaqmalçılıqda, vergidən yayınmada ittiham oldular. Və qanunsuz miqrasiya və yaxud da qanunsuz valyuta qaçaqmalçılığında ittiham oldular.
Bu Rusiyanın xüsusi xidmət orqanlarının dövlət orqanlarına sızdırdıqları şəxslərin iddialarıdır. Hətta məhkəmə hakimiyyətində xeyli sayda Rusiya xüsusi xidmət orqanlarının sızdırdığı adamlar var və biz məhkəmə proseslərində bunların şahidi olmuşuq. Amma polis orqanlarında mümkün deyil bu cür hallar baş versin. Bu konstitusiyon olaraq, hüquqi olaraq mümkün deyil. Ona görə ki, vaxtilə Daxili İşlər Nazirliyinə OMON qüvvəsi yarananda sızmışdı. Lakin Heydər Əliyev 1995-ci ildə polis orqanlarımızda Rusiyaya işləyən OMON təşkilatının qeyri-qanuni silahlı dəstələri zərərsizləşdirəndən sonra bu artıq rəsmi olaraq qeyri-mümkün hal aldı. Yəni mən Daxili İşlər Nazirliyində bir nəfər də olsun Rusiya xüsusi xidmət orqanlarına işləyən insan tanımıram. Yəni, bunun rəsmi açıqlama vermək istəyirəm və insanlarımız da çaşqınlıq içində olmasınlar. Və hesab edirəm ki, bəzi hallarda sosial şəbəkələrdə Daxili İşlər Nazirliyinin hansısa sərbəst toplaşma azadlığı haqqında qanuna zidd şəkildə fəaliyyət göstərən siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının keçirdikləri mitinqlər zamanı polis orqanlarının güc strukturu kimi çalışdığını şahidi olmuşuq. Və Azərbaycanda sayılı etnik qruplar var. Məsələn, Kürdlər, Ləzgilər, Udünlər, Ermənilər və yaxud da digər millətlər var ki, onlar dövlət orqanlarında təmsil edə bilərlər. Digər tərəfdən, dövlət orqanlarında bəzi hallarda görmüşük ki, mitinqlərdə Rusiya xüsusi xidmət orqanlarının sızdırdığı adamlar təxribatlar yaratıblar və iddia olunur ki, dövlət orqanlarının içində hələ də Rusiya xüsusi xidmət orqanlarına işləyən insanlar var, vəzifədə olanlar da var, amma onlar da təbii ki, kimlikləri dövlət təhlükəsizliyi tərəfindən müəyyənləşdirildikdən sonra onlar barəsində cinayət işi açıla bilər və bütün dövlət orqanlarında bu hallar baş verəcəyi halda. Ona görə də bəzi məsələlər, bəzi informasiyalar məxfi xarakter daşıyır və biz polis orqanları haqqında negativ fikirlərinin edilməsinə qarşıyıq, negativ bir münasibət göstərilməsinə qarşıyıq. Bəzən insanlar deyirlər ki, polis orqanlarında kimlərsə güc strukturu kimi çıxış edirlər, hüquq-mühafizə orqanları kimi çıxış eləmirlər. Bu, bəzi hallarda antikonstitusiyon hallar baş verəndə, anti-hüquqi hallar baş verəndə, antidemokratik hallar baş verəndə tətbiq oluna bilər. Lakin konstitusiyon hallar, yəni cinayət, kriminal xarakter almayan hallarda isə hüquq-mühafizə orqanının statusuna sahib olurlar. Necə ki, bizim də bizə qarşı yanaşma da, bizə qarşı münasibət də bu cür görünə bilər. Mən hesab edirəm ki, Rusiya və İran xüsusi xidmət orqanları, yəni Oğuz TV-nin iddialarına görə, Almaniyada yayımlanan Azərbaycanın internet televiziyasının iddialarına görə Xəzər rayon polis idarəsində heç bir xarici kəşfiyyatın, Rusiya və İran kəşfiyyatının sızması mümkün deyil. Və o videonu çəkən yaramaz əslində polis orqanlarımızı gözdən salmağa təşəbbüs göstərib. Yəni, İran xüsusi xidmət orqanlarını işləyən, bir dindar, Ayətullah'a işləyən dindar bunu çəkib. Bunun Azərbaycan polisi aidiyyəti yoxdur və Azərbaycan polisi bunun qarşısını ala bilməyib sadəcə. Yəni, bu təxribatın, bu video çəkilişin qarşısını ala bilməyib. Çünki polis də ən azından polis orqanlarında çalışanlar hərbiçilər olmaya bilər. Bəziləri hərbiçi də ola bilər, bəziləri sivil, adi sıravi vətəndaş polis akademiyasını qutarmış, fərqlənmə ilə qutarmış insanlar ola bilər və onlar bəzi hallarda hüquq-mühafizə orqanı kimi çıxış edə bilər. Çünki konstitusiyaya görə hər bir vətəndaşın polisi çəkmə hüququ var və bu çəkməkdə heç bir problem görünmür. Yəni, kimsə polisi biz də çəkirik və biz burada pis niyyətlə çəkmirik. Təbii ki, polisin imicini qaldırmaq üçün çəkirik. Göstəririk ki, Azərbaycan polisi bu cür humanistdir və bu cür konstitusiyanın, polis haqqında qanunun tələblərini yerinə yetirir. Amma bəzən görürük ki, Mehman Hüseynov polislərin negativ hallarını görəndən sonra
bunu çəkib, bunu şantaj eləmək və bunu yaymağa cəhd edirlər. Halbuki bu negativ halların aşkarlayıb bunun qarşısını almağa çalışmalıdır. Ən azından bu videolar Dövlət Təhlükəsizlik Xidmətinə ötürülməlidir ki, o polis orqanlarına bağlı Dövlət Təhlükəsizlik Xidməti tədbir görsün. Amma biz bugünə qədər heç bir jurnalistin bu cür addımlar atdığını görməmişik. Və mən hesab edirəm ki, Dövlət Təhlükəsizlik Xidməti də vaxtilə bilirsiniz ki, Eldar təbii ki, Eldar Mahmudovun dövründə polis orqanlarında çalışmış Eldar Mahmudov Dövlət Təhlükəsizlik Xidmətinin Milli Təhlükəsizlik Nazirliyinin rəisi olmuşdu. Və Dövlət Təhlükəsizlik Xidməti bütün dövlət orqanlarında təbii ki, cəsusları, kəşfiyyatçıları var. Yəni, mən onlara cəsus deyə bilmərəm. Çünki Dövlət Təhlükəsizlik Xidməti Azərbaycan Respublikasının konstitusiyasına və qanunlara söykənərək fəaliyyət göstərdiyinə görə Dövlət Təhlükəsizlik Xidməti əlbəttə ki, Daxili İşlər Nazirliyi orqanından sızaraq Daxili İşlər Nazirliyində baş verən hər hansı bir halların qarşısını almağa cəhd edə bilər və bəzi hallarda Vilayət Eyvazov cənabları dəfələrlə vətəndaşlara müraciət edib ki, polislərlə bağlı hər hansı bir negativ hallar görürsəz, müraciət edin. Əlbəttə ki, belə halların qarşısı alınır və sizə əmin ola bilərsiniz ki, bu polislər özləri bunu cəzalandırır. Yəni, rəislər özləri cəzalandırır. Vəzifə səlahiyyətlərini sui-istifadəyə yol verərkən cəzalandırır. Bunun hətta Mətbuat Xidmətinin rəisi hörmətli İhsan Seyidov da dəfələrlə bildirib, Xural TV-yə də açıqlamasında bildirib. Ona görə də yaxşı olardı ki, bunun Dövlət Təhlükəsizlik Xidmətinin orqanlarına bu videolar ötürülsün. Çünki bu mediaya çıxanda insanlarda bir polisə qarşı nifrət yaradır. Biz bunu etməməliyik. Mən hesab edirəm ki, bu vicdanlı vətəndaşa yaraşmayan hərəkətdir. Mehman Hüseynov bu hərəkətləri bilərəkdən edir və istəyir ki, Azərbaycan polisinə vətəndaşlarda nifrət yaransın. Çünki niyə? Polis olmayan yerdə qanunlar və konstitusiya və demokratik dəyərlər tətbiq oluna bilmir. Və ölkə xarici əsarətə məruz qalır. Birbaşa Rusiyanın və İranın. Çünki Rusiya-İran maraqlıdır ki, Azərbaycanda qanunlar olmasın, xaos olsun, anarxiya olsun. Əlbəttə ki, demokratik ölkələr maraqlıdır ki, ölkədə qanunlar olsun, ölkədə qanunlar pozulmasın. Ölkədə polislərin imici qalxsın. Çünki dünyanın istənilən demokratik ölkəsi maraqlıdır ki, polis orqanlarının nüfuzu qalxsın. Ona görə də mən Mehman Hüseynova məsləhət görərdim ki, polis haqqında negativ bir rəy yaratmasın. Yol patrol xidməti haqqında, dövlət yol polisi haqqında mənfi bir ictimai rəy yaratmasın. Və bu heç bir halda Azərbaycan Respublikası vətəndaşlarına baş ucalığı gətirmir. Çünki vətəndaşın hüquqları pozulanda əlbəttə ki, qanuna görə polisə müraciət etməlidir. Sual olunur ki, vətəndaş polisə müraciət edirmi? Etməyə cəsarəti varmı? İnsanlar bəzi hallarda cinayət törədəndə polislər yadlarına düşür və insanlar cinayət törətmə refleksləri olduqları üçün 70 il ərzində hüquqsuz bir cəmiyyətdə yaşadıkları üçün çalışırlar ki, cinayət törətsinlər və cinayət hallarından yayınmaq üçün polislərdə qarşı nifrət yaransın. Yəni, əslində Rusiya və İran xüsusi xidmət orqanlarını işləyən qüvvələr bu məsələdə bu cür yanaşmanı ortaya qoyur. İnsanlar polisə nifrət eləsin, halbuki polisə nifrət eləmək ən anormal və heç bir demokratik ölkədə normal yanaşılmır. Məsələn, Amerika Birləşmiş Ştatlarında polislər nə zaman silah tətbiq edir? Vətəndaş silahlananda, vətəndaş silahlı yolla polisə tabe olmayanda, o zaman polis məcbur olur ki, həmin vətəndaşı cinayətkar və terrorçu kimi zərərsizləşdirsin. Fransada elədir, Almaniyada elədir. Amma Azərbaycanda təbii ki, vətəndaşın silahlanmaq hüququ yoxdur. Çünki ona görə yox ki, buna yol verilmir. Əksinə, bəzən
Avropa ölkələrində terrorçu qruplar var. IŞİD var. Yəni gəlib demokratik ölkələrdə hüquqların aliliyini görüb terrorçu qruplar gəlib sığınırlar. Və ona görə də polislərin, demokratik ölkələrdəki polislər öldürürlər. Ona görə ki, onlar terrorçu kimi davrandıqları üçün və polisin qanuni tələblərinə tabe olmadıqları üçün. Azərbaycanda belə hal yoxdur. Əksinə, vətəndaşlarımız hüquqlarını bəzi hallarda bilmədikləri üçün cinayət əlamətini, cinayətə meylləndiyi üçün yol hərəkəti qaydalarını pozurlar, seçkiləri saxtakarlıqla keçirirlər, insan haqlarının pozulmasına yol verirlər və fikir verin, bəzi hallarda məhkəmələr qeyri-qanuni məhkəmə hökmləri çıxarırlar. Yəni, biz məhkəmə proseslərində də görürük. Bəzən biz hətta təqsirləndirən şəxslər qeyd eləmirlər ki, hörmətli polis əməkdaşları, xahiş edirik, məhkəmə hakimini həbs edin. Çünki mənim barəmdə qeyri-qanuni, böhtan xarakterli cinayət işləri açıb. Mən hələ görməmişəm. Yəni, demokratik ölkələrdə vətəndaş polisə müraciət edir ona görə ki, vətəndaş öz hüquqlarını bilir. Vətəndaş yüksək intellektual səviyyədə düşünür və yüksək intellektual səviyyə malik olur. Lakin bizdə isə insanların təfəkküründə avtoritarlıq, diktaturalı və anarxist bir təfəkkürə sahib olurlar. Ona görə də Azərbaycan cəmiyyəti 70 il müstəmləkə şəraitində təfəkküründə yetişdikləri üçün rus dilində danışan insanlara, etiraz edənlərə psixik xəstə kimi baxırlar. Baxın, mən bəzi hallarda sosial şəbəkələrdə Ayaz Salayev, Çingiz Abdullayev kimi özünə ziyalı kimi sırıyanlar rus dilinə qarşı çıxanlara psixik xəstə kimi baxırlar. Halbuki onlar özlərini psixik xəstə kimi aparırlar. Çünki ziyalı məfhumunu bilmirlər nədir. Ziyalı öz vətənini, öz dilini, öz tarixini sevən, onu qorumağı bacaran insanlara deyirlər. Ona görə də dostlar, polislərin hər bir Azərbaycan vətəndaşıdır və onlar bizim soydaşlarımızdır. Mən yer gəlmişən Bayıl meydanından çıxarkən bir qazi taksi xidməti ilə məşğul olurdu və mən qeyd elədim ki, mən Azərbaycan Respublikasının konstitusiyasına görə mətbuat 4-cü hakimiyyətdir və xahiş edərdim bizi sahil metrosuna qədər çatdırardınız. Taksi xidmətinin sürücüsü bizi müvafiq yerə qədər apardılar. Hətta mən qeyd elədim ki, mən maddi imkanım yoxdur, sosial yardım ala bilmirəm, işsizəm. Hal-hazırda ictimai nəqliyyat gec saatlarında olduğu üçün işləmir. Və qazimiz dövləti ittiham eləməyə başladı. Rusiyanı tərəfləməyə başladı. SSR-i tərəfləməyə başladı. Və mən şübhələnməyə başladım. Sonra həmin sürücü mənə qeyd elədi ki, niyə pulumu vermirsən? Mən də qeyd elədim ki, mənim pulum yoxdur. Və qazimiz bir tərəfdən dövləti ittiham eləyir, digər tərəfdən hətta qeyd elədim ki, sizin benzin pulunuz çatacaqmı? Pulunuz varmı? Dedi, yox, ehtiyac yoxdur. Bilirsiniz, bu hüquqi bir məsələdir. Bir insanın hüquqları insani tələbdir. Yəni, bunu səmimi şəkildə desən ki, mənim pulum yoxdur və mən təcil olaraq evə getməliyəm, yolda qalmışam və insanlıq naminə taksi xidməti bu asanlığı gerçəkləşdirməlidir. Hətta mən jurnalistika vəsiqəmi göstərdim və qeyd elədim ki, mən 4-cü hakimiyyətəm və məni taksi sürücüsü birinci növbədə mindirməyə nail oldu. Sonra necə oldu ki, sürücü
pul məsələsini ortaya atdı. Və mən dedim ki, pulum yoxdur. Çünki heç bir yerdə işləmirəm. Heç bir maddi gəlirim yoxdur. Soruşacaqsınız, bəs bu sosial şəbəkənin canlı yayımı necə gerçəkləşir? Mən ailəmlə qalıram və ailəm mənim sosial problemini həll eləyir. Amma mən işsizəm. Mən heç bir yerdən maddi gəlirim yoxdur. Sadəcə mənim savadım, biliyim, ali təhsilli olmağım bəs eləyir. Yəni mənim həyatda yaşamağıma və həyatda hüquqlarımı tanımağıma imkan verir. İnsanlar hər şey maddiyyatla ölçdükləri üçün insani dəyərlər maddiyyat üzərində, meyar üzərində formalaşdırırlar. Lakin mən insanlıq naminə ona qeyd elədim, ədəb, ərkan, nəzakət qaydalarına uyğun davrandım. Amma insanlar bəzi hallarda xuliqanlıq edirlər, hətta sürücünü döyməyə cəhd edirlər. Deyirlər ki, sən niyə mənim evimə qədər çatdırmadın, niyə məndən bu qədər məbləğdə pul istəyirsən? Və insanlar cinayətə meyllənirlər və maddiyyat naminə, pul naminə insanlar bir-birlərini öldürməyə belə hazırdırlar. Amma mən belə bir xarakterdə olan insan deyiləm. Ona görə də hətta onun ağlına gəlmədi ki, o qədər nəzakətli, ədəb-ərkan qaydalarına uyğun şəkildə davrandım. Hətta hüquqi cəhətdən onun razılığını alaraq ictimai nəqliyyatdan istifadə elədim. Buna rəğmən həmin qazi, özünə qazi deyən adam başladı Rusiyanı tərifləməyə, SSR-ni tərifləməyə və sonra da mənə qaziyə yaraşmayan şəkildə maddiyyat tələb eləməyə. Gəl mənim 5 manatım, 6 manatım onun bütün sosial problemini həll eləyəcək. Halbuki onun nə qədər müştəriləri var və xeyli sayda gəlirləri də var. Lakin mən hesab edirəm ki, vətəndaşlarımız ən ağır maddi çətinliklərə rəğmən rasional qərarları vermək bacarığında olmalıdır. İnsan mənəvi cəhətdən sağlam olsa, intellektual səviyyədə olsa, bütün çətin, ekstremal durumdan çıxmaq iradəsində ola bilər. Və bir şey də deyim ki, bəzi hallarda insanlar şikayətlənirlər, boş-boş polisin vaxtını alırlar. Polislər isə bəzi cinayət xarakterli hadisələrin qarşısını almaq üçün bəzən insanları polis bölmələrinə çağırırlar. Bu normal bir şeydir. Mən bu qədər sizə açıqlama verdim və hesab edirəm ki, polis haqqında istənilən şəkildə izah vermək olar ki, polislər qanunların pozulmasının hər zaman qarşısını almağa nail olur. Əksinə insanlar bəzən qanunların nə olduğunu bilmədiyi halda yol hərəkəti qaydalarını pozurlar, seçkiləri saxtalaşdırırlar, xuliqanlıq edirlər, adam öldürürlər, kimisə şərəf ləyaqətinə toxunurlar, təhqiramiz ifadələr işlədirlər, dövlət orqanlarına böhtan atırlar, dövlət orqanlarını sanki dövlət təhlükəsizlik xidmətinin səlahiyyətlərini mənimsəyərək dərhal onlara təftiş etməyə cəhd edirlər. Bu düzgün hal deyil. Əgər cəsarətlisinizsə, dövlət orqanlarımızın sızan Rusiya xüsusi xidmət orqanlarının əməkdaşlarının kim olduğunu və bunları kim yerləşdirdiyini adını çəkə bilmirsinizsə, yaxşısı budur bu barədə danışmayın. Çünki onlar vəsvədə olacaqlarsa, mütləq sizə hədəf edəcəklər. Sizə böhtan xarakterli cinayət işləri açacaqlar. Ona görə də insanlar polisdən qorxmasınlar. Polisdən qorxan o adamlardırlar ki, onların cinayət tərkibli əməlləri var, cinayətdən yayınma riskləri var və ona görə də insanlar polisdən bəzi hallarda ona görə qorxurlar. Və heç bir vətəndaş, sağlam düşüncəli, sağlam əqidədə olan vətəndaş və qanunlara əməl edən vətəndaş polisdən qorxmalı deyil. Və mən hesab edirəm ki, hətta mən aksiyanı eləyə biləndə düşünmürdüm ki, polislər bizim hüquqlarımızı, asayişimizi qoruyacaq. Doğrudan da qorudu və doğrudan da haqlı olduğumuzu gördü. Çünki dilimizi qorumaq hər bir Azərbaycanlının borcudur. Vicdanın borcudur və bunu etməyə borçludur. Mən bağırdım,
etiraz elədim və dirəniş göstərdim. Lakin o mənim prezidentimi təhqir elədikcə polis məcbur oldu ki, həmin vətəndaşı polis bölməsinə aparsın. Və məsələnin aydınlıq gətirməsinə çalışsın. Bir daha hər bizə təşəkkür edirəm. Mən hesab edirəm ki, polis bölməsində yaşanan heç bir negativ hala rast gəlmədim. Çox mədəni, çox demokratik, fərqli fikirlərin söyləndiyi bir məkan kimi saxlandım və heç bir halda hər hansı bir təcridxanaya salınmadım. Ona görə ki, mənim hər hansı bir cinayət tərkibinə uyğun, konstitusiyaya zidd əməlim yoxdur. Və hesab edirəm ki, vətəndaşlarımız qanunları, hüquqları mükəmməl şəkildə bilsələr, heç kəs qanunların pozulması hallarından yaşamaz. Çox vaxtınızı almaq istəmirəm. Qarşıdan bizim böyük siyasi xadimimiz və Türk dünyasının böyük lideri, Milli Azadlıq Hərəkatının simvolu Əvvəz Elçibəyin doğum günü yaxınlaşır. 22 avqustda hər yer gəlmişəm də Laçının işğaldan azad olunduğu gündür. Və biz də təbii ki, buna hazırlaşırıq. Bir daha hər birinizi Əvvəz Elçibəyin 22 avqustda doğum gününə 2-ci Fəxriyyəbanda ziyarətə dəvət edirik. Doğrudan da Əvvəz Elçibəy Azərbaycan tarixi üçün Türk dünyasının tarixində silinməz izlər buraxıb. Əvvəla Azərbaycanda demokratik seçkinin nə olduğunu, Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün necə qorunduğunu, Azərbaycanda çox partiyalığa söykənən siyasi partiya mədəniyyətinin necə olduğunu, parlamentarizm ənənəsinin necə olduğunu, Azərbaycanda şəffaf idarəçilik sisteminin, korrupsiyaya bulaşmamış bir nazirin necə olduğunu, icra başçısı necə olduğunu, dövlət xadimləri necə olduğunu öyrənsinlər. Digər tərəfdən Elçibəy həm də Azərbaycan tarixində ilk dəfə test üsuluna, müəllimlərin maaşının qalxmasına və o cümlədən liberal iqtisadiyyatına keçidin, Azərbaycanda rəsmən rus dilinin qadağan edilməsinin, türk dilinin dövlət dili olmasının, ərazi bütövlüyümüzün bərpasının necə olduğunu Elçibəyin şəxsiyyətində öyrənsinlər. Elçibəy həqiqətən çox müzəffər ordumuzun müzəffər ali başkomandanı olub. İlham Əliyev də Azərbaycan tarixində Elçibəydən sonra müzəffər ordumuzun müzəffər ali başkomandanı statusuna nail oldu. Əlbəttə ki, Elçibəylə İlham Əliyevin həm də peşə etikası nöqteyi nəzərdən pedaqoji fəaliyyət göstərməsi, tarixçi kimi tarixə qızıl hərflərlə düşməsi, hər ikisinin Azərbaycanın müstəqilliyinin, demokratik dəyərlərin inkişafında Azərbaycanın Avropa ailəsinə üzvlüyünə nail olmuşdur. Bilirsiniz ki, Elçibəy Azərbaycanın ATƏT üzvlüyünün nail olmasına, o cümlədən Azərbaycanda bilirsiniz ki, cənab prezidentimiz özü Avropa Şurasının üzvü kimi Nazirlər Sovetinə sədrlik etməsi və ilk dəfə BMT-nin COP29 tədbirinə ev sahibliyi edilməsi ilə yadda qalıb. Hər birinizi 22 avqustda Fəxri Xiyabana dəvət edirik.